Studiyamıza xoş gəlmisiniz, cənab səfir. Dəvətiniz üçün təşəkkür edirəm. Əlbəttə ki, Pahalqamdakı terror hamımızı dərindən sarsıtdı. Hadisədən dərhal sonra Pakistan beynəlxalq və şəffaf araşdırma aparılması üçün çağırış etdi. Lakin Hindistan bu çağırışa hələ də cavab verməyib. Sizcə bu susqunluğun səbəbi nədir? The incident was very tragic. Pakistan itself has faced Hadisə çox faciəvi idi. Pakistan özü də 10 illiklərdir ki, terrorizmin qurbanıdır və bu səbəbdən ailələrin yaşadığı ağrını çox yaxşı anlayırıq. Hücumdan dərhal sonra baş nazirimiz və ölkə rəhbərliyi qurbanların ailələrinə dərin hüzünlə başsağlığı verdilər. Hindistan hökumətinin hər zaman hadisələrə dair heç bir araşdırma və ya istintaq aparmadan Pakistanı ittiham etməsi davamlı bir tendensiyadır. Or inquiry. Briefly, the facts of this Hadisə haqqında qısa məlumat versəm, Pahalqamdakı hücum 40-45 dəqiqə davam etdi. İlk 5-10 dəqiqə ərzində Hindistan heç bir araşdırma aparmadan dərhal Pakistanı ittiham etməyə başladı. Buna görə də baş nazirimiz beynəlxalq, tərəfsiz və şəffaf bir araşdırma çağırışı etdi. Pakistan bu araşdırmada iştirak etməyə hazır olduğunu bildirdi. Çünki biz Cənubi Asiya bölgəsində eskalasiya yaranmasını istəmirik. İqtisadiyyatımız inkişaf edir, beynəlxalq ticari əlaqələr artır və bu müsbət istiqaməti pozmaq niyyətində deyilik. And we do not want to basically detract from this route. But unfortunately, like you rightly pointed out, it's been almost 2 weeks now. Təəssüf ki, qeyd etdiyiniz kimi, demək olar ki, 2 həftə keçib və Hindistan Pakistanın müstəqil araşdırma çağırışına hələ də cavab verməyib. Bu fürsətdən istifadə edərək Azərbaycan hökumətinə və xalqına davamlı dəstəklərinə görə dərin təşəkkürümüzü bildirirəm. Bakı hətta Hindistana müstəqil beynəlxalq araşdırma aparmaqla bağlı çağırış da edib. Təəssüf ki, hazırki Hindistan hökuməti baş nazir Narendra Modi rəhbərliyi heç bir məntiqə əsaslanan çağırışa reaksiya vermirlər. Seems devoid to listen to any logic or reason by anybody. Thank you, and let's talk a little bit more in detail. Təşəkkür edirəm. Gəlin bu məsələni biraz detallı danışaq. Məlumdur ki, Hindistan bu hücumu Pakistanla əlaqələndirməyə çalışır. Amma ortada əsaslı bir sübut yoxdur. Sizcə bu ittihamların narrativin arxasında başqa hansı məqsədlər dayana bilər? Behind these accusations, actually. It's the easiest thing to do. Whenever there are domestic political challenges in India, Bu ən asan çıxış yoludur. Hindistanda daxili çətinliklər yarananda oradakı siyasətçilər heç bir sübut olmadan Pakistanı günahlandırırlar. The same thing happened in 2016 when there was a false flag operation in Uri. 2016-cı ildə Uri'dəki saxta əməliyyat zamanı, 2019-cu ildə Pulvama hadisəsi vaxtı da eyni vəziyyət yaşanıb. Bu ildə təkrarlanıb. Hindistanın BJP partiyası və baş nazir Modi daxili siyasi çətinliklərlə üzləşdikdə belə hadisələr törədilir və asanlıqla Pakistanın üzərinə atılır, bu da diqqəti yayındırmaq məqsədi daşıyır. Digər tərəfdən, biz Hindistanın dəstəyi ilə baş verən terrorlara dair kifayət qədər sübutlara malikik. Yalnız bir neçə gün əvvəl Hindistanın maliyyələşdirdiyi 70-dən çox terrorçunu məhv etdik. Onlar Əfqanistandan Pakistana keçməyə çalışırdılar və biz bu təhdidi uğurla zərərsizləşdirdik. Bu, yaxın zamanda baş vermiş bir nümunədir. We eliminated those. This is just one thing which happened recently. Bundan əlavə, Hindistan donanmasının aktiv bir zabiti olan, kəşfiyyat agentliyi üçün işləyən və Pakistanda terror fəaliyyətləri həyata keçirən şəxs saxlanılıb. Digər həbslər də olub. Təəssüf ki, Hindistan məsuliyyətli beynəlxalq ölkə kimi hərəkət etmək yerinə öz daxili uğursuzluqlarını başqalarının üzərinə atmağa davam edir. Bir nümunə çəkəcəm. Hadisə LOC, yəni nəzarət xəttindən 200 kilometrdən çox uzaqlıqda baş verib. LOC, Azad Kəşmir və Hindistanın işğal etdiyi Kəşmir arasındakı sərhədi ayıran xətti və dağlıq ərazidir. Necə ola bilər ki, insanlar 200 kilometr məsafə qət edərək Hindistanın işğal etdiyi əraziyə daxil olsun, tutulmasın və sonra yoxa çıxsın? Hələ də Hindistan bu hücumla əlaqədar heç kimi həbs etməyib. Hətta öz siyasətçilərinin də bununla bağlı sualları var. And then just disappear. Even now, India has not arrested anybody for this attack. Even politicians and the public in India are asking the Indian government, what evidence do they have?
India right now has 900,000. Hazırda Hindistan Cammu və Kəşmir ərazisinə 900 min əskər yerləşdirib. Yəni hər bir Hindistan əskərinə təxminən 9 mülki Kəşmirli düşür. Bu oranı dünyadakı ən çox hərbi mövcudluğu olan zonalardan biri edir. Buna görə də Hindistanın bütövlükdə yanaşması səhvdir. Əgər 900 min əskər sərhədlərin təhlükəsizliyini təmin edə bilmirsə, onda Hindistan hökumətinə nə üçün ödəniş edilir? Hindistan xalqı bu qədər böyük bir ordunu və silahları saxlamaq üçün hökumətə pul ödəyir. The Indian people of higher, they're paying the government for keeping such a big army and keeping weapons. Okay, Mr. Ambassador, Pakistan has worked against terrorism. Cənab səfir, Pakistan uzun illərdir ki, terrorizmə qarşı mübarizə aparır. Lakin buna baxmayaraq, Hindistanın ittihamları ilə üzləşir. Hətta həqiqət ortada olsa belə, beynəlxalq ictimaiyyət bəzən qərəzli mövqe tuta bilər. Belə bir vəziyyətdə Pakistan bu çağırışlarla necə mübarizə aparır? Thank you for this question. This is Suala görə təşəkkür edirəm. Bu müasir dövrdə çox vacib bir məqamdır. Azərbaycan da eyni problemlə, media dezinformasiyası ilə üzləşib. problem of media disinformation. It is unfortunate that, Təəssüf ki, bəzi dövlətlər bu cür təbliğat vasitələrindən istifadə edirlər. Sizin ölkəniz də Ermənistanın işğalı dövründə eyni problemlə qarşı-qarşıya idi. Bu vəziyyət hələ də davam edir. Təbliğat kampaniyası COP29 zamanı da aparıldı. The same campaign started during COP29. So Pakistan's case is no different. We are facing Pakistanın vəziyyəti də fərqli deyil. Biz də çox yaxşı planlaşdırılmış bir təbliğat kampaniyası ilə üz-üzəyik. Lakin bu dəfə vəziyyət bir qədər başqadır. Çünki dünya ictimaiyyəti Hindistan hökumətinin ittihamlarını, xüsusilə bu hadisə ilə bağlı olanları ciddi şəkildə sual altına alır. Dünya bilir ki, Hindistanda hazırki hindutva ideologiyası islamofobikdir. Dini azadlıqlara qarşı yönəlib. the current Hindutva ideology in India is Islamophobic, is anti-religious minorities. Their economy is not as good as Hindistan iqtisadiyyatı hökumətin göstərməyə çalışdığı qədər güclü də deyil. Hazırda orada separatçı hərəkatlar fəaliyyət göstərir. Təkcə Kəşmir yox, Pəncabda, Hindistanın cənubunda da hərəkatlar mövcuddur. Ümumilikdə 7-8 aktiv ayrılma meyilli hərəkat var. Bu insanlar Hindistandan qopmaq niyyətindədirlər. Buna görə də hökumət daxili problemlərdən diqqəti yayındırmaq üçün Pakistanı ittiham etməyi asan yol kimi görür. their internal problems, it becomes easy to blame Pakistan. And unfortunately, the West Qərb də öz düşüncə tərzini dəyişməlidir. Onların egoist yanaşması Hindistanı Çinə qarşı əks güc kimi önə çəkməkdir. Amma mexanizm işlək deyil. Onlar elə bir Frankenstein yaradırlar ki, bu gələcəkdə hamını qorxudacaq. they are creating a Frankenstein which is going to haunt everybody. Pakistan side says that India is Pakistan bildirir ki, Hindistan terrorizmi maliyyələşdirir və dəstəkləyir. Siz artıq bu barədə qısaca danışdınız, amma istərdim ki, mövzuya yenidən qayıdaq. Mümkündürsə, konkret nümunələr və sübutlarla məsələyə aydınlıq gətirərdiniz. Dünyanı və tamaşaçılarımızı faktlarla məlumatlandırmaq bizim üçün çox vacibdir. viewers. Several years ago, Pakistan prepared a dossier. Bir neçə il əvvəl Hindistan casusu Kulbuşan Jadhav ələ keçiriləndə Pakistan bir dosiye hazırladı. O hələ də bizim nəzarətimiz altındadır. Sənədlərdə terrorçu və onun digər əlaqələrini sübut edən faktlar öz əksini tapırdı. Məlumatlar Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla əsas beynəlxalq güc mərkəzləri ilə paylaşıldı. International major powers, including the United Nations. But when bigger countries Lakin böyük dövlətlər insan hüquqlarının bu qədər açıq şəkildə pozulmasına və terrorizmə yalnız öz daxili siyasətlərini təşviq etmək üçün göz yumduqda vəziyyət çox narahat edici olur. domestic policies, like I mentioned, the West has closed. Qeyd etdiyim kimi, Qərb Hindistanın hərəkətlərini görməzdən gəlir. Çünki onlar Çinə qarşı bir növ Frankenstein yaratmağa çalışırlar. Məhz buna görə də Hindistanı dəstəkləyirlər. Bu isə çox təəssüf doğurur və dünyanı daha təhlükəli bir yerə çevirir. Some terrorists attack
a train in Pakistan in Bir neçə həftə əvvəl Pakistanın Bəlucistan əyalətində terrorçular bir qatara hücum etdilər. Nəticədə 30-dan çox mülki şəxs öldürüldü. Bizim sübutlarımız var və bu faktları beynəlxalq ictimaiyyətə təqdim etdik. Əlaqələrin Əfqanistandan qurulduğu və Hindistanın Kəşfiyyat Agentliyi tərəfindən idarə olunduğunu göstərdik. Silahlar Hindistandan maliyyələşdirilmişdi. Bizim bütün sənədli sübutlarımız var və istənilən beynəlxalq müşahidəçini hər şeyi yoxlamağa dəvət edirik. Gizlədəcəyimiz heç nə yoxdur. I mean, we have proof. We don't have to hide anything like India. And you have already mentioned and some Siz artıq Hindistanın öz addımlarını əsaslandırmaq üçün islamofob ritorikadan istifadə elədiyini qeyd elədiniz. Eyni zamanda etiraf etməliyik ki, bu cür ritorika daha geniş problemlərə yol aça bilər. Sizin fikrinizcə bu müsəlman ölkələrinə, regional və qlobal sabitliyə necə bir təhdid yaradır? create a threat for Muslim countries and also for region. The Indian policies against religious minorities Hindistan hökumətinin dini azlıqlara qarşı siyasəti dünyaya məlumdur. ABŞ, Avropa hakimiyyətləri, insan hüquqları təşkilatları və BMT də daxil olmaqla hər kəs Hindistan hökumətini azlıqlara qarşı nifrət siyasətini aktiv şəkildə dəstəklədiyinə görə tənqid ediblər. a policy of hate against minorities. What is right now happening in Indian occupied Jammu and Kashmir is Hazırda Hindistanın işğal etdiyi Cammu və Kəşmir ərazisində baş verənlər narahat edicidir. 2019-cu ildə Hindistan hökuməti Kəşmirin xüsusi statusunu ləğv etdi. Bu da qeyri-kəşmirlilərə, xüsusən hindulara və fanatik hindulara əmlak almağa və ora yerləşməyə imkan verdi. Bunun səbəbi Hindistanın işğalı altında olan Kəşmirdə müsəlman əhalinin üstünlük təşkil etməsidir. Qeyri-müsəlmanların, xüsusilə də fanatiklərin bölgəyə gətirilməsində məqsəd regionun siyasi və demoqrafik strukturunu dəyişdirməkdir. Bundan başqa, Hindistanın qalan hissəsi də çox parlaq vəziyyətdə deyil. 1992-ci ildə Ayodhyada bir məscid dağıdıldı və həm hökumət, həm də insanlar bunu bayram etdilər. Baş nazir Modi 2002-ci ildə Gujarat zorakılıqları zamanı müsəlman kişi, qadın və uşaqlar üzərində törətdiyi vəhşiliklər səbəbindən Butcher of Gujarat, yəni Gujarat qəssabı kimi tanınır. is known as the Butcher of Gujarat because he committed atrocities against Muslim men, women. Hindistanda qadın, kişi və uşaqlara qarşı törədilən zorakılıqlar dəhşətlidir. Qadınlar stadionlarda kütləvi şəkildə zorlanıb və bu qəddar əməllərin videoları çəkilib internetdə yayımlanıb. Hamısı mövcuddur. Hər kəs bunu axtarıb tapa bilər. Bu kütləvi qırğınlar Hindistan hökuməti tərəfindən dəstəklənir. Moving a little away from this religious ideological threat. İndi isə dini və ideoloji təhdidlə əlaqədar mövzudan bir qədər uzaqlaşaraq Azərbaycana sual vermək istəyirəm. Hindistan niyə Ermənistana müasir silah sistemləri tədarük edir? There's more to this religious ideology as well. And we also Biz də dəfələrlə bu sualı vermişik. Azerbaijan Əslində, burada dini ideologiya ilə bağlı məsələ də var. Pakistan əmindir ki, Azərbaycan istənilən təhdidə qarşı özünü müdafiə edə bilər və biz bununla fəxr edirik. Azərbaycan son dövrlərdə ərazilərini Ermənistan işğalından azad etmiş yeganə ölkədir və bu qürur vericidir. Azərbaycan bizim qardaşımızdır. Həmişə onun yanında olacağıq. Sizin uğurlarınız bizi sevindirir. which makes all of us very happy and very proud. All your achievements make us proud. But from India's point of view, they think they have now become something very big in the region. Hindistanla bağlı danışsaq, onlar bu bölgədə artıq çox güclü olduqlarını düşünürlər. Bu, son illərdə Qərbin Hindistana verdiyi misli görünməmiş silahlar və maliyyə dəstəyi ilə əlaqədar olaraq yaranan yanlış bir üstünlük hissidir. Hindistan regionda böyük bir gücə çevrildiyini və növbəti super güc olma yolunda irəlilədiyini düşünür. Lakin bu, illüziyadır. So, every now and then, India needs to be reminded. Hindistana regiondakı həqiqi yerini xatırlatmaq vacibdir. O, bu regionun super gücü deyil, inkişaf etməkdə olan bir ölkədir. Əhalisinin yarısı yoxsulluq içindədir. Orada 7-8 separatçı hərəkat fəaliyyət göstərir. Nüvə ölkəsidir və nüvə ölkəsi olan digər bir dövləti bununla təhdid edir. Bütün bunlar Hindistan rəsmilərinin düşüncə tərzinin nə qədər rasional olmadığını göstərir. Təkcə bu, dünyanı düşündürməlidir ki, onlar nüvə silahına sahib olmağa layiqdir ya yox. Is.
This itself should make the world question whether India has the right frame of mind to even be allowed to have nuclear weapons. We know that India violated also Indus Water Treaty. Məlumdur ki, Hindistan həmçinin su müqaviləsini pozur. Bu çaylar Pakistan üçün içməli su, kənd təsərrüfatı və